Okey. Bugün anda belirli. Word'ün 6-cı dərsdə düzdür. Word'ün 5 dərsi yüklənib rekordda. İndi Word'ün 6-cı dərsdir. Onda bugün bitirək Word'ü. Bizdə qalıb review və bio. Salam. Bir dənə, bir dənəmiz var deyək. Ya da burada çoxlu şunurlar var. Ola bilər. Başka bir resimler ne? Ben fotoğrafı bir de. Bir de son olsa yapalım. Böyle hadi gelirim. Son getirmen evde tezgahı yaptım olsun. Üstü. Hə, deməli, review, bio qalıbdır. Bizə də lazım olan qədər keçəcəm. Düzdür, hamısını bir qədər deyəcəm, amma elə əmrlər var ki, elə komandalar daha doğrusu var ki, onları istifadə eləməyəcəksiniz də. Başlayaq. Deməli, reviewda birinci bizdə nə var? Əslində izah eləmişəm. Speaking and grammar. Kimisə yadındadır? Bəli. Mətndə bəzən qırmızı və mavi xətlər olur. Bu qırmızı və mavi xətlər nədir? Gülxan, sən əyanı qoşulmusan, mən niyə sənə onlayn yazım? Gülxan, indi görəm səni. Göstərsən. Hə, qırmızı və mavi xətlər olur dedik. Qırmızı xətlər orfoqrafik səhvlərdir. Mavi xətlər qrammatik səhvlərdir. Bunlar niyə yaranır? Deməli, bizim proqramımız ingilis dilində olduğu üçün yazdığımız mətni qəbul eləmir, yəni başa düşmür. Ona görə də onu orfoqrafik, qrammatik səhv olaraq götürə bilir. Biz o səhvləri necə götürə bilərik? Əslində biz onun asan yolunu bilirik artıq. Bəli, tamamilə doğrudur. Mətnin, yəni bütün hamısını seçirik. Ctrl-A vasitəsilə. Ctrl-A eləyib. Aşağıda dil paneli var. Görürsüz vəziyyət səhvini. Seçdikdən sonra Azərbaycan latını seçib oku klikləyirsiniz və oradakı qrammatik, orfoqrafik səhvləriniz gedir. Əgər qalarsa, yəni tək-tək varsa, o zaman nə edirsiniz? Gəlirsiniz Spring and Grammar-a. Bu zaman sizdə çıxacaq. Məsələn, gəlirəm burada, məsələn, bir sənəd götürüm. Hansı sənəd götürək? Olsun bu sənəd. Bu sənəddə, məsələn, Ctrl-A, Azərbaycan latını yox, ingilis eləyək. Bir qırmızı xətlər varmı? Deyəsən yox. Hə, var. Məsələn, baxın, avtomatik burada səhvlər çıxdı. Yazılır burada ignore once, ignore all və add to dictionary. Bunlar nədir? Deməli deyir ki, bir dənə həmin o sözü, seçilmiş o sözü tanıt. Baxın, ignore once. Əgər o sözdən daha çox varsa, hamısını eyni vaxtda tanıt. Ədələr isə lüğətə əlavə edir. Bəs bununla bunun fərqi nədir? Yəni ignore-la ədin fərqi nədir? Ignore eləyəndə gələn dəfə yazanda yenə səhv olacaq həmin söz. Çünki sadəcə onu tanıtdı da. Yəni həmin sözü demir ki, məsələn, gələn dəfə yazanda yenə tanıt. Amma ədə eləyəndə lüğətə əlavə edir və gələn dəfə həmin sözü yazanda yenə onu səhv qəbul eləmir, artıq düz qəbul edir. Çünki artıq onun lüğətində elə bir söz var. Başa düşdünüz? Yəni fərqləri də budur. Bundan sonra, yəni məsələn gəldim mən ignore once elədim. Görürsüz bütün qırmızı xətlər varsa, indi burada görüm. Amma biz elədiyimiz zaman bütün səhvlərin hamısını düzəldir. Var burada belə bir komanda var ki, bu komanda sinonim tapmaq üçündür. Məsələn, bir hər hansı bir sözü seçək, olsun, məsələn, nə sözünü götürək? Məsələn, false sözünü götürək. False sözünü seçdim, gəldim bu hissədən, seçdikdən sonra baxaq, bu hissədə sinonimlərini görə bilərsiniz. Dil dəyişdirmək burada hələ ki mümkün deyil, amma
Həmin Siz baxsaz olacaq. ingilis dilində sinema nömrələri çıxacaq. Azərbaycan dilində isə Azərbaycan dilində. Baxaq. Məsələn, Azərbaycan vaxtından seçdim, oku kliklədim. Azərbaycan vaxtına heç icazə vermədi. Mən ingilis dilini tapdım. Amma siz yoxlayın. Bəlkə də sizdə başqa dildə var. Yoxdur. Tamam. Yoxladın Arzu. Yoxlamadın. Yaxşı. Okey. Sonra məsələn burada var word count. Word count isə ümumi məlumat verir. Məsələn, normalda biz vəziyyət sətrində nə görürük? Biz görürük ki, deyir ki, kursorum dayanıb birdə. Ümumi olaraq 12 səhifəm var. Ümumi söz sayı 1281-dir və s. Və mən daha çox məlumat almaq istəyirəmsə, məsələn, sətr sayım neçədir, abzas sayım neçədir, neçə simvolum var, neçə boşluqla bir yerdə neçə simvolum var və s. O zaman word count-dan istifadə edəcəm. Baxırsınız burada. Deyir ki, sənin səhifə sayın 12-dir, söz sayın bu qədərdir. Space-siz 5547 simvolum var. Space-lə bir yerdə, yəni boşluqla bir yerdə 6760 simvolum var. Paragrafın, yəni abzasın 78-dir. Sətr sayı 386 sətr sayı. Yəni bu kimi məlumatları hardan aldıq? Review, word count komandasından. Read isə oxunuş rejimidir. Yazdığım mətni səsli şəkildə ötürür. Burada həmin o şəxsin səsini dəyişdirə bilərsiniz. Ya qadın ola bilər, ya kişi ola bilər. Buradan dəyişdirmək mümkündür. Və burada sözünüz nə yapıla bilər. Sonra var məsələn, düzdür, çox istifadə eləməyəcəksiniz. Ümumiyyətlə demək olar ki, istifadə eləməyəcəksiniz. Çox da belə yararlı deyil. Yenə də göstərdim. Bu bizə məhdudiyyətli insanlar üçün də ehtiyac yoxdur. Translate və language. Translate bilirsiniz ki, tərcümə üçündür. Məsələn, seçilmiş hər hansı bir sözün tərcüməsini vermək istəyirəm. Məsələn, olsun elə bir false sözü. False sözünü seçdim, gəldim translate kliklədim. Burada mənə deyir ki, dokumentin hamısını tərcümə istəyirsən, yoxsa seçdiyin sözümü. Gəldim, seçdiyim sözü kliklədim və mən bu artıq dili də dəyişdirə bilərəm. Məsələn, baxın, normalda Google-da məsələn necə translate-dən istifadə edirsiniz? Bu da o şəkildədir. Baxın, burada da çevirə bilir. Belə bir söz var ingilis dilində. Yalan sözü. Aha. Sonra məsələn burada dili də dəyişdirə bilirsiniz. Baxın. Məsələn deyirəm ki, bu olsun Azərbaycan dili. Bu olsun. Gəl belə elə. Tərsini elə. Azərbaycan. Türk dili var mı gərək? İnşallah tapar. Hə. Məsələn, burada başqa söz yazsaq görək çıxacaqmı? Ne yazaq? Salam yazaq. Hə, təbriklər yaz. İndi bunu düzəltdi. Bax, görsün təbrikləri təbriklər elədi. Hə? Düzdür da, təbriklərdir də sözləri. Salam yazaq. Birdən dondu da yazıq. Hə, yenə təbrikləri yazdı. Olsa da sən tərcümə etmişdir. Yanlış bilgisini işləmirəm. Hə. Burası deyilməm. Nə? Deməli nə olur? Olsun da. Hər bir Azərbaycanın erməni dilini bilməlidir ki, düşmənin dilini başa düşək də. Düşmən bilməliyik axı. Neyse rekord gelir burada. Neyse, əsas odur ki, birinci translate'imiz var. Səhv tərcümə eləyir. Gücü buna çatır da, nə eləyir? Amma tərcümə eləyir. Language bilirsiniz bunu. Məsələn, burada dil dəyişdirməkdir. Dil dəyişdirmək, məsələn, seç profilinə daxil olanda burada açılan pəncərə var idi, açılmış pəncərə. Eyni pəncərə budur. Bir də var ki, burada options keçir deyə optionsdan gəlirdik language. Ümumi dili, Word-ün dilini dəyişdirmək. Biri var Word-ün dilini, bir də var mətnin dilini. Word-ün dilini buradan dəyişdirdik, yəni aşağıdakından. Mətnin dilini bu hissədən dəyişdirdik. Sonra comment var, burada keçmişəm. Məsələn, insert-də comment keçmişdi yadınızda. Bəli. Şərh yazırsan.
Burada məsələn qısa qoyublar, əlavə edirlər. Burada daha geniş qoyublar. Deyib ki, məsələn, həm əlavə et, həm onu sil, həm birindən digərinə keç, həm şərhini göstər, həm də göstərmə. Yəni bunlardan istifadə edə bilərsən. Sonra məsələn burada track change var. Bunlar paralel işləyir. Track change ola bilər sözün mənasını, sözün deyişini səhv deyirəm. Track change. Aha. Track change-də nədir? Məsələn, iki nəfər bir sənət üstündə işləyir. Misal çəkirəm ha. Məsələn, səhərdən günortaya bir nəfər işləyir, günortadan axşama bir nəfər işləyir. Günorta gələn bilməlidir ki, məsələn, bilmək istəyir ki, məsələn, sənətdə nə dəyişikliklər olub. O zaman track change aktiv eləməlidir. Məsələn, mən gəlirəm, deyirəm ki, bu operatorlar sözünü silmək istəyirəm. Avtomatik görürüz, burada xətt düşüb. Mən indi simple markup-da, məsələn, all markup eləyirəm. Nə oldu? Üstünə xətt çəkildi. Və mən bunun üzərinə gələndə buna baxın. Deyir ki, şəxs falan tarix falan saatda belə bir sözü delete edildi. Bildiniz? Yəni iki nəfər işləyirsə bir sənətdə, ya da bu daha çox da ola bilər əlbəttə ki. Yəni onda bilir ki, məsələn, bu məlumat silinib, ya da məsələn hər hansı bir məlumat əlavə olunub, ya da məsələn bunu silirəm. Mən deyirəm ki, buraya yaz 20. Fikir verirsiniz, bunun üstündən xətt çəkilir. Burada isə yeni sözümü yazdı. Və mən burada deyirəm ki, biri var olmaqam. Nə eləsəm artıq sonrakı versiyasını göstərir. Yəni sonra nə olur? Məsələn, mən bunu silmişdim, düzdür? Deməli bunu sildi. Bunu dəyişdirmişdim. Yəni sonrakı versiyanı göstərdi. Amma mən deyirəm ki, orijinal versiyasını göstərir. Yəni əvvəlki versiya nə idi? Onu göstər. Və yanında da heç bir işarə göstərmir. Yəni harda dəyişiklik olduğunu bilmirəm. Amma mən gəlib simple markup eləsəm, artıq harda dəyişiklik olubsa, onu göstərir və sonrakı vəziyyətini göstərir. Aydındır? Mən əgər məsələn tutaq ki, tamam, okey, mən gəldim, baxdım ki, bu görünmür də məndə. Ona görə şifrəyə qoyulmalıdır. Gəlirsiniz buradan look eləyirsiniz. Sənə bir şifrə verə bilərsiniz. Deyil, şəxs onu deaktiv eləməsin. Çünki deaktiv eləmək sadəcə butonu aktiv deaktiv eləyirsiniz də. Deaktiv eləyəndə artıq bütün dəyişiklikləri rahatlıqla görə bilərsiniz. Sadəcə siz deaktiv eləyə bilirsiniz. Bax, deaktiv nədir? Deaktiv eləmək. Hə, look eləmək. İndi hə, izahını təkrar verəcəm. Baxın, təkrar izah edirəm. Deməli, track change dəyişikliyi izləmək üçün. Əgər track change aktiv eləyirsinizsə, çalışın look eləyin. Ona görə ki, düyməni aktiv deaktiv eləmək rahatdır. O deaktiv eləyib sonra işini görsə, onda mən görməyəcəm axı dəyişikliyi. Amma mən look eləyib eləsəm, yəni göndərsəm sənədi, onda o kilidi aça bilmədiyi üçün yenə mən dəyişikliyi görə biləcəm. Başa düşdünüz? İndi gəlin yoxlayaq. Məsələn, mən gəldim, bunu look açıram, şifrəmi yazıram. Məsələn, gəldim mən bunu deaktiv elədim. İndi baxın, nəsə bir dəyişiklik hiss edirsiniz. Burada qırmızı xətt falan yazdı, düz bunun qabağında. Məsələn, ya da ki, burada yazıram. Qırmızı xətt görürsünüz. Heç nə görmürsünüz. Çünki track change ləğv olub. Amma mən track change aktiv elədim. Gəldim buradan yazdım. Görürsünüz, avtomatik düşdü bura. Yəni ona görə look eləməlisiniz ki, yəni o onu deaktiv eləyə bilməz. Aydındır? Sonra məsələn buradan accept və reject əmrləri var ki, accept onu təsdiqləyir. Məsələn, bunu yoxladım, bunun dəyişikliyini izlədim. Mən razıyam. İstəyirəm ki, bunu silsin həqiqətən də. Accept edirəm. Görürsünüz, artıq bu işarə buradan götürüldü. Yox, mən deyirəm ki, yox, mən razı deyiləm. Onu silməsən, 20-yi də əlavə eləməsin. Onda reject eləyəcəm. Görürsünüz, avtomatik 10 yerində qaldı. Nə də 20-yi əlavə eləmədi. Başa düşdünüzmü? Bu isə bir keçid, daha doğrusu bir dəyişiklikdən digər dəyişikliyə keçid eləmək üçündür. Sən geri qaytaram bunları. Baxın. Görürsünüz, birindən digərinə keçid edir. Və dəyişikliyi nə zaman olub, saat neçədə olub və s. kimi məlumatları da bu şəkildə ala bilərsiniz. Üzərinə gəlirsiniz həmin o qırmızı yazını, göstərir ki, sizə şəxs falan, saat falan tarixdə belə bir dəyişiklik edib. Aydındır? İstəyirsən praktika eləyin. Aydın değil. Praktika eləyin, öyrənəcəksiniz. Başlayaq praktikaya. Rekordu müvəqqəti dayandırıram. Bu isə müqayisə eləməkdir. Məsələn, bir sənədi başqa bir sənədlə
müqayisə edə bilərsiniz ya da ki, əvvəlki versiyasını müqayisə edə bilərsiniz. Bir də burada restrict editing var ki, hardan sizə tanışdı? Aa, kurumsal finanslar var diye orada kilide koyurdum. Hiç kes güzel şekilde. Bəli. Aha, bəli. Ne bu editing? Ben de fayda gelin. Hadi hemen oldu. Ha. Eyni şeydir. Oy. Yəni buradan format verirəm. Evet, kilide koydum. Bəli. Tamamilə doğru. Hemen bundan çıxın. Ben okula kızlar üstten bakmazsan mesela imtihanda siz alırsınız suallar. Bunu bakmazsan yazıba düşmür. Hamısını geçirsinler. Ama bir kısmını qabaq. Yani gördükçe yazıba düşür de sen söyleye. Düzdür, şey eləyərəm də, şəkilli salaram imtahanlarınızı. Yani Onda məncə daha rahat olar. imtihanda. Tamam. Çünki bilirəm, belə məsələn biz praktik eləyirik də, test işləmirik axı. O imtahan prosta sizin ona görədir ki, mən istəyirəm həm yazılı şəkildə öyrənmiş olasınız, yəni test şəklində. Sən sabah gəlib məsələn harasa gedəndə imtahan da verə bilərsiniz də, başa düşdünüz? Həm imtahanınız, həm praktikanız, həm nəzəriyyəniz istəyirəm olsun. Amma çalışacağam ki, şəkilli olsun şeyləriniz, suallarınız. Sonra keçək view. View'da da məsələn bəzi komandalar var ki, məsələn onları heç istifadə eləməyəcəksiniz. Məsələn Trump arrange ol. Bu nə deməkdir? Məsələn tutaq ki, 2 dənə Word'üm var. Açmışam. Nə? Yox. Bax. Gəldim buradan view. Gördünüz, belə üfüqi istiqamətdə pəncərələri açır. Daha çox da aça bilərəm. Məsələn, açmışam buradan başqa bir sənədi. Bunu açmışam tutaq ki. Gəldim burada view. Deməli, arrange ol. Gördünüz, üfüqi istiqamətdə. Belə də çox da istifadə eləməyəcəksiniz. Mən yenə də prosta göstərdim. Hə, çox prosta göstərdim yəni. Şey var. Stat forması. Necə? Bir böyle bir şey var. Görünüşü stasları o. Kaskad nə yəni? Her şey. Geçen var olmadı. Yeterli. Split. Belə. Nasıl var? Baxarıq görək nəyə deyirsiniz. Yox. O switch başqa şey deyəcəm indi. Baxın məsələn split vardı. Split vərəqi kəsir. Məsələn burada da eyni. Məsələn tutaq ki mən burada bir yazı yazdım. Buna baxın. Burada da yazılır. Gördünüz mü? Eyni vərəqdir. Sadəcə məsələn baxa bilərsiniz də. Məsələn vərəqin əvvəlində nə yazmışam, sonunda nə yazmışam. Belə bunun üçün istifadə eləyə bilərsiniz. Kəsilməni də ləğv eləmək üçün remove splitdən istifadə eləyə bilərsiniz. Sonra view side by side var ki, vərəqi, yəni bu məsələn arrange all üfüqi istiqamətdə göstərəndə bu şaquli istiqamətdə göstərir. Sonra məsələn burada nə var? Switch Windows var ki, Switch Windows'dakı məsələn açıq Word pəncərələrinə baxın. Deyir ki, algoritm var, kompüter şəbəkələri var, hansını açmaq istəyirsən. Algoritm istəyirəm, həmin o pəncərəni açır. Və eyni şey burada da var. Məsələn, gəlirsiniz üstünə, görürsünüz. Məsələn, hansı pəncərənin üzərinə klikləsən, onu açacaq. Switch Windows ondan eyni şeydir. Properties isə, baxın, info hissəsinə keçir, məlumat hissəsinə keçir. Sonra zoom var burada. Biz tərsinə getdik, olsun. Zoom bilirsiniz də, yaxınlaşdır, uzaqlaşdır və s. Burada lupa işarəsi var ki, bu lupa işarəsindən özünü seçə bilərsiniz. 200 mi olsun, 100 mi olsun, 75 mi olsun. Buradan dərəcəsini artırıb azalda bilərsiniz. Buradan da dəyişdirə bilərsiniz. Məsələn, baxın, maksimum deməyim, yaxınlaşdırdı. Məsələn, baxın. Kliklədim, bu da yaxınlaşdırdı. Məsələn, baxın, 51% elədi. Yəni, bütöv bir vərəq göstərdi. Sonra, məsələn, neçədə olursunuzsa olun, standart 100%-dir, düzdür? Həmin o 100%-i burada buton olaraq veriblər. Bunun üzərinə klikləyən kimi 100% göstərir. Hətta burada da göstərim sizə. Baxın, avtomatik 100% oldu bura. One page var ki, bir vərəq kimi göstərir. Multi-tip. Bu
vərəqlərinizi belə Hemen tutaq biz atmışızdır, 2 vərəq olur deyə, onu bir vərəq eləyirdisə, onu buradan, 2 vərəq olurdu, 1 vərəq. yəni o biri vərəqə də keçirilir, müqavilə baxın yazılmalar, onu buradan bir vərəq eləyirsiniz. Yox, yox, yox. O mən ölçüsünü dəyişdirirdi onun. Kənar boşluqları olsun, hərflərin ölçüsü olsun. Onu buradan eləmirik. PHP-də isə daha yaxın göstərmək üçündür. Yəni sırf yaxınlaşdırıb uzaqlaşdırmaqdır o isə. Sonra məsələn ruler var, xəttkeşdir. Bilirsiniz də şərqi üfüqi istiqamətdə bizim xəttkeşlərimiz var. Bu xəttkeşin yuxarı istiqamətdə belə bir düymə var. Bu düymə ilə məsələn bu üstündə dayanırdıq, çəkirdik. Dayandığımız sətri sağa sola yerləşdirmək üçün idi. Bu şəkildə. İstəsəz buradan deaktiv eləyə bilirsiniz. Görürsüz artıq şərqi üfüqi istiqamətdə xəttkeş yox. Aktiv, deaktiv. Grid lines arxa fonunda riyaziyyat damlalarını aktiv eləmək üçündür. Buradan deaktiv edirəm. Navigation pane-i artıq tanıyırsınız. Axtarış hissəsidir ya da vərəqdə, məsələn, vərəqdən vərəqə rahat şəkildə keçə bilirsiniz belə. Bu belə. Sonra vertikal normal formadır, bu formadır. Side to side-də isə baxın, sən bunu deyirdin. Bax, çevirmə. Saat var. Saatte vardı. Kaskı görmüştüm. Ben şahit var. Görmüştüm. Onu bilmirəm. Nasıl içinde görmüştüm. Vallahi istedim. Yadıma düşməsin deyirsən. Okey, burada side to side-də isə burada artıq yaxınlaşdıra bilmirsiniz. Baxın, burada faiz fikir verin. Görürsüz, dəyişmir. Yeri dəyişmir. 51-də qalıb. Ancaq burada uzaqdan baxırsınız və vərəqləyə bilirsiniz. Vertikalda isə yaxınlaşdırıb uzaqlaşdırmaq rahatdır. Yəni istifadə edə bilərsiniz. Sonra yenə bu da səsli məlumat vermək üçündür. Sonra məsələn burada nələr qaldı? Görünüş formalardır vərəqlərin. Məsələn, read mode var. Oxunuş rejimidir. Biz oxunuş rejiminə başqa necə keçə bilirdik yadınızda? Bəli, tamamilə doğrudur. Və bu hissədə oxunuş rejiminə keçmək olar, read mode-da. Bu pəncərədə zaten bu formada da var. Bu rejimdən çıxmaq üçün, yəni məsələn, read mode-da heç bir yazı, mətn yazmaq mümkün deyil də, dəyişiklik eləyə bilmirsiniz. Düzəliş eləmək istəsəz, yəni dəyişiklik eləmək istəsəz nə edirsiniz? Gəlirsiniz burada 3 yolla çıxış eləyə bilərsiniz. Gəldiniz burada print layout seçdiniz və yaxud gəlirsiniz buradan yuxarı hissədən view-dan edit dokument seçirsiniz və yaxud escape-dən çıxış edə bilərsiniz. Read mode-da pəncərədə nələr olur? Fayl aça bilirsiniz. Burada tools var, bunu aça bilirsiniz. Bu düymələri artıq tanıyırsınız da. Tapmaqdır, tərcümə eləməkdir, geri irəli aparmaqdır. View-da isə müəyyən qədər hamısını artıq bilirik. Məsələn, səsli şəkildə məlumatdır, kompakt vəziyyətə yığmaqdır, layout, məsələn, sütun şəklində mi göstərsin, bir vərəq şəklində mi göstərsin. Burada məsələn, vərəqin rəngidir. Məsələn, daha yumşaq rəng eləyə bilərsiniz ki, gözünüzü ağrıtmasın. Sonra show comment, kommentləriniz, şərhləriniz varsa onları göstərir. Navigation pane hissəsidir. Yəni vərəqdən vərəqə daha rahat keçid eləyir ya da axtarış eləyə bilirsiniz. Və həmçinin burada edit dokument var. Yəni ümid edirəm ki, bunlar sizə aydındır. Print layout çapa hazır vəziyyətdə həmişə bu rejimdə olur. Web layout, baxın, saytlarda göründüyü kimidir. Kənarda heç bir boşluqlar olmur. Outline draftda isə gəlin baxaq. Məsələn, outline qaralama rejimidir. Bu formada olur və abzasların yerini dəyişdirmək olur. Məsələn, bunu deyirəm ki, bunun yeri əslində buradır. Avtomatik həmin onu gətirir, yerləşdirir bura. Aydındır? Niyə bu 1 qaldı, bu 10 oldu? Ona görə ki, mən bunu home-la sıralama ilə eləmişdim. O sıralama içərisindəki dəyişsə də nömrələri dəyişmədi. Və burada outline-da yerini dəyişdirə bilərəm, amma draft-da yerini dəyişdirmək mümkün deyil. Sadəcə bu şəkildə baxa bilərəm mətnimə və heç birində nə outline-da, nə də draft-da şəkil, fiqur, heç nə görünmür. Aydındır? Bu da belə. İşte gördüğümüzde bitti. İkinci bir imtahan olacaq. Bəli, bundan sonraki dərsimiz imtahan dərsidir.